Aleykümselam və rəhmətullahi və bərəkətuhu. Sual belədir ki, mələklər gözə görünə bilər. Cavab odur ki, mələklərin Allah yaratdığı şəkildə gözə görünməsi qeyri-mümkündür bu insanlar təbəqəsində. Çünki Allah Azze və Cəllə, necə ki səhih hədisdə gəlmişdir, insanı torpaqdan, cinləri oddan, mələkləri isə nurdan yaratmışdır. Ona görə mələklərin nədən yaradılması mane olur ki, insanlar onları görsünlər. Bu birinci məsələ. İkinci məsələyə gəldikdə, Muhammed sallallahu aleyhi və səlləmin kainatın ən xeyirlisi cəmi həyatında Cəbrail aleyhissalamı Allah yaratdığı heyətdə şəkildə 2 dəfə görmüşdür. Amma başqa insanların mələkləri görməsi də sabitdir, olubdur bəzi sahabələrdə. Lakin normal insan şəklində görüblər. Necə ki, Ömər ibn Xattab radiyallahu anhu, həmçinin Abdullah ibn Abbas, həmçinin Ayşə radiyallahu anhə, bunların hamısı mələkləri görmüşdülər. Necə ki, Sahih Müslimdə buna dəlalət edən bir çox hədislər var. Lakin insan cildində, lakin təbii insan şəklində. Həmçinin Sahih Müslimdə hədis var ki, Sə'd ibn Əbi Vaqqas radiyallahu anhu Cəbrail aleyhissalamla Mikail aleyhissalamı Uhud döyüşündə görür. Uhud döyüşündə iştirak edərkən görür. Lakin insan şəklində görürlər. Yəni Allah Azze və Cəllə mələkləri yaratdığı şəkildə deyil. Və həmçinin Sahih Müslimdə hədis var. Peyğəmbər sallallahu aleyhi və səlləm bir ümmətdən xəbər verir. Bir nəfər öz kəndindən başqa kəndə bir qardaşını, müsəlman qardaşını Allah rızası üçün ziyarət etməyə gedir. Onun ehtiyacını öyrənməyə gedir. Və Allah Azze və Cəllə mələk göndərir ki, get ondan soruş hara getdiyini və niyə getdiyini. Və mələk gəlir, onun yolda soruşur ki, niyə gedirsən? O deyir ki, bəs filanın yanında. Sonra mələk soruşur ki, bəs nə məqsədlə, mənfəətə görə bir əldə etmək istədiyin faydaya görəmi? Yəni, nəyə görə gedirsən? O deyir ki, mənim ondan umacağım heç bir şey yoxdur. Sadəcə mən onu Allah üçün sevirəm və Allah üçün də ziyarətinə gedirəm. Onda mələk deyir ki, bəli, məni Allah göndərdi sənə elçi olaraq ki, get bəndəmə bildir ki, mən də onu sevirəm. O ki, madəm ki, mənim üçün müsəlman qardaşını ziyarət etməyə gedir, ona xəbər ver ki, mən də onu, o bəndəmi sevirəm. Burada hədis Sahih Müslimdədir. İşarət var ki, deməli bəşəriyyətdən, insanlardan kiminsə mələkləri görməsi mümkündür, lakin insan formasında. Və hətta kafirlər belə mələkləri görməsi mümkündür. Necə ki, Sira kitablarında gəlir ki, Bədir döyüşündə, bəzi müharibələrdə kafirlər mələkləri görüb qorxublar. Onların da ordu şəklində olduğunu görüb qorxublar və bu haqda dəlillər var. Lakin burada önəmli məsələ odur ki, bunların hamısı vəhiy vasitəsilə sübut olunub ki, onlar mələklər olub. Vəhiy vasitəsilə, Peyğəmbər vasitəsilə sübut olunub ki, onlar mələklər olub. Ona görə biz inanırıq, ona görə təsdiqləyirik ki, çünki bunların görülməsinin sübutu vəhiy vasitəsilədir. Ona görə bugünkü gündə, bu müasir dövrdə, madəm ki, elhamdülillah, yəni Peyğəmbərlik silsiləsi artıq dayandırılıbdır. Artıq Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmdən sonra kiminsə Peyğəmbər olaraq gəlməsi qeyri-mümkündür. Ona görə deyirik ki, artıq bu dövrdə, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm vəfatından sonra kiminsə mələkləri gördüyünü iddia etməsi düzgün deyil. Çünki bu ancaq bunu sübut etmə yolu vəhidir. Başqa yolla bunu sübut etmək mümkün deyil. Ona görə ola bilər ki, bəziləri iddia eləsin, hay bunlar gördülər, ağ paltarda, qara saqqalda, filan şeylər, bunların heç birini təsdiq eləmək mümkün deyil. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.